Həzrət Fatimə o şəxsdir ki, üzüyünün üstünə yazdırmışdı. İsmətimin sahibi Allah'dır. Bu elə Həzrət Fatimənin məqamı olar. Ki, üzüyünə baxanda baxırdı ki, mənim ismətimin sahibi Allah'dır. Bir xanım ki, onun ismətinin sahibi Allah'dır. O ismətin Allaha həvalə eləyib, buna demək olarmı? Bəli, əlbəttə bunun barəsində bu söz yerinə düşər desən, İsmətullah, Allahın isməti, Allahın yer üzündə nişanəsi, Allahın qüdrəti, Allahın iffəti, Allahın səxavəti, Allahın məğfirəti, Allahın rəhməti, yəni Həzrəti Fatimə salamullah əleyha. Bu xanımın barəsində Həzrəti Peyğəmbərdən deyilən bütün mübarək sözlər bu xanımın dünya boyunca yaşadığı həyatda nə qədər Allah yanında hörmətli olmağı və insanlar mütləq şəkildə Həzrəti Zəhranı tanıya bilməz ünvanında tanıtdırılır və tanıya bilməz ünvanında insanlara təqdim olunur. Həzrəti Fatiməni yalnız və yalnız Allah, onun rəsulu və onun vəliləri tanıya bilər. Digər insanlar özləri Allah yolunda, Allah qarşısında nə qədər bəndə ola bilsələr, bir o qədər, tapdığı mərifət qədər Həzrəti Zəhranı tanıya bilərlər. Amma Həzrəti Zəhranın mütləq şəkildə tanınmağı biz acizlər tərəfdən əslən mümkün deyil.